Salam, hər vaxtı xeyir olsun. Bugünlə yaşasa da hər an gələcəyi haqda düşünən aktiv gənclər. Bugün sizə elə başlamaz sujet və qonaqlarla bol olan bir verilişin anonsunu etmək istəyirəm. Nə deyirsiniz? Sujet demişkən elə ilk olaraq sözü bəlkə müxbirimizə verim. Gəlin sujetimizi izləyək. İnsan normal bədən temperaturu 37 dərəcəyə yaxındır. Əgər bu temperaturda kiçik bir dəyişiklik olsa, bu insan həyatı üçün çox təhlükəli olar. Məsələn, normal bədən temperaturu 37 dərəcədən bir neçə dərəcə artarsa, məsələn 40 dərəcə olduğu təqdirdə, bu halda insanda özündən getmə, zəiflik, baş ağrısı kimi hisslər olur. Və temperaturun bir neçə dərəcə daha yuxarı qalxması, məsələn 41 dərəcə olduğu təqdirdə, bu halda təcili tibbi müdaxilə edilməlidir və bir neçə dərəcə daha qalxarsa, bu artıq ölümlə nəticələnir. Həmçinin temperaturunun aşağı düşməsi, bu da insan həyatı üçün çox risklidir. Normal bədən temperaturu 32 dərəcə olduğu təqdirdə, o halda təcili tibbi müdaxilə edilməlidir. 31 dərəcədə tam koma vəziyyəti olur və bədən temperaturunun daha da aşağı düşməsi insan həyatı üçün tamamilə təhlükəli olur və adətən ölümlə nəticələnir. Və araşdırsaq görərik ki, əslində gündəlik sərf etdiyimiz kalorinin böyük əksəriyyətini sırf bədən temperaturunu sabit saxlamağa xidmət edir. Məsələn, təsəvvür eləyək ki, 170 sm hündürlüyündə və 70 kq çəkisi olan bir insan, orta ölçülü bir insan gün ərzində təxminən 2400 kalori enerji sərf edir. Baxın, bunun 300 kalorisi daxili orqanların fəaliyyətinə sərf olunur. Ürək, beyin, ciyərlər bunların fəaliyyətinə sərf olunur. 700 kalorinin gündəlik fiziki hərəkətlərə sərf olunduğunu qəbul etsək, yerdə qalan 1400 kalori sırf bədən temperaturunu sabit saxlamağa xidmət edir. Və çox qəribədir ki, insan orqanizmi bir neçə dərəcəlik temperatur fərqinə həssas olduğu kimi, çox böyük bir orqanizm olan yer kürəsi də əslində o da bir neçə dərəcəlik temperatur fərqinə həssasdır. Belə ki, yer kürəsinin orta səth temperaturunun bir neçə dərəcə artması və ya azalması bu yer kürəsinin həyat üçün çox ciddi və mənfi nəticələri gətirib çıxara bilər. Və son dövrlərdə ən çox gündəmdə olan mövzulardan biri qlobal istiləşmədir. Yaxşı, bəs həmin o qlobal istiləşmədəki istiləşmənin miqdarı nə qədərdir? Baxın, 20-ci əsr ərzində qlobal hava və dəniz səthinin temperaturu təxminən 0,8 dərəcə artmışdır. Hesablanmalara görə 21-ci əsrdə yer səthinin temperaturu 0,3 dərəcədən 1,7 dərəcəyə qədər arta bilər. Amma hal-hazırda bu artım dayanmışdır. Və araşdırsaq görərik ki, yer kürəsində temperaturun sabit qalması üçün çoxsaylı şərtlər fəaliyyət göstərir ki, bu şərtlərdən hər hansı biri olmadığı təqdirdə bu yer kürəsinin insan həyatı üçün tamamilə katastrofik nəticələrlə yekunlaşmasına səbəb ola bilər. Bu nəyə bənzədə bilərik? Domino daşlarından tikilmiş bir piramidaya bənzədə bilərik yer kürəsinin temperaturunun həssaslığına və bunu həmin o həssaslığı təmin edən çoxsaylı şərtlər var, domino daşları kimi. Bu daşlardan hər hansı biri olmadığı təqdirdə həmin o sistem çökür. Yer kürəsi də belədir. Yer kürəsində həyatın mövcud olması üçün çoxsaylı amillər fəaliyyət göstərir. Bu amillərdən hər hansı biri olmadığı təqdirdə yer kürəsində həyat bitir. Məsələn, bunlardan biri atmosferdəki qazların nisbətidir. Atmosfer 77% azot, 21% oksigen və 1%-dən daha az bir miqdarda karbondioksid və digər təsirsiz qazlardan təşkil olunub. Və həmin bu qazların nisbəti yer kürəsində həyat üçün xüsusi olaraq seçilib. Məsələn, 21% oksigen miqdarı. Oksigen miqdarı 25%-dən daha artıq olduğu təqdirdə hal-hazırda qida kimi istifadə etdiyimiz bitki növlərindən çoxu, bütün tropik meşələr və arktik tundralar böyük yanğınlarla məhv olardı. Atmosferdəki hazırki oksigen miqdarı təhlükənin və faydanın çox yaxşı tənzimləndiyi ölçüdədir. Bundan əlavə, yer kürəsinin iqliminin sabit olması üçün fəaliyyət göstərən çox mühüm faktorlardan biri dağların funksiyasıdır. Belə ki, ekvatorla qütblər arasında 100 dərəcəlik istilik fərqi var və bu istilik fərqindən qaynaqlanan və sürəti saatda 1000 km olan gərək yer kürəsinin səthində fırtınalar əssin. Amma belə olmur, çünki yer kürəsində silsilə dağlar var. Bu silsilə ekvatorla qütblər arasında o meydana gələn kəskin hava dəyişikliyinin qarşısını alırlar və yer kürəsində daha mülayim bir iqlimin formalaşmasına səbəb olurlar. Yəni, buradan da çox aydın şəkildə görünür ki, yer kürəsində həyatın mövcud olması üçün çoxsaylı şərtlər fəaliyyət göstərir. Bu şərtlərdən hər hansı biri olmadığı təqdirdə yer kürəsində həyat bitir. Maqlar, sujetimizi də izlədiyimizə görə mən artıq düşünürəm ki, ilk qonağımızı dəvət edib onunla söhbətimizə başlaya bilərik. O çox maraqlı bir layihəyə imza atıb. Əminəm ki, sizin də diqqətinizi çəkəcəyə beləliklə qarşılayaq. Nuranə, xoş gəlmişsən, buyur. Nuranə, xoş gördük səni studiyamızda. Necə hiss edirsən özü?
Sağ olun, xoş gördük. Əla, yəni Əla, gün sağ ol. əla, özüm əla. Aha, maraqlı bir layihə həyata keçirmisən. Həqiqətən də yəni gənclərin hazırda diqqət mərkəzində olan bir layihədir. Azərbaycan dövlət himnini işarət dili ilə yəni hazırlayıb gənclərin təqdimatında video çarx hazırladım və bunu təqdim elədin. Həqiqətən də bəyənildi. Bu ideya hardan gəldi ağlına? Birinci onu deyim ki, yəni mən işarət dilindən məşğulam. Birdən-birə mən işarət dilini himn hazırlayım. Elə bir şey yox təbii ki. Mən özüm bu dillə marağı olan və bu dillə məşğul olan bir insan kimi birinci ilk dəfədən yəni bu dilə marağım yaranandan həmişə fikirləşmişdim ki, yəni başqa dillərdə görürdüm, başqa ölkələrdə bu dillə məşğul olan insanlardan öz himnlərini ifa edə bilirdilər. Həm himnləri, həm də ki öz belə deyim də dövlətlərinə aid nə isə milli bir atributu mu deyim, nə isə bir ifadə edə bilirdilər. Və mənə də bu maraqlı gəlmişdi və işarət dilinə məşğul olandan elə ilk andan ən birinci hədəfim belə deyək o olmuşdu ki, mən bu himnimizi də işarət dilinə ifa edeyim. Amma təbii ki, bunun üçün əvvəlcə hərəkətləri bilmək lazım idi, o dili bilmək lazım idi. Mən də fikirləşdim ki, hansısa bir, belə deyim, müəyyən bir vaxta qədər bu dili biləndən sonra artıq bu xəyalımı, bu istəyimi gerçəkləşdirmək olar. Düzdür, əksikliklərim var idi, çünki sözlərdə istər-istəməz gündəlik istifadə edilməyən sözlər mövcuddur. Məsələn, Gülüstan olsun, hifz etmək olsun. Bunlar gündəlik istifadə edilməyən sözlərdir. Ona görə onların hərəkətlərini tapmaq, onu öyrənmək biraz çətinlik törədirdi. Amma mən fikirləşdiyim qədər çətin olmurdu əslində. Çünki bizim adi, yəni çətin gələn o sözləri əslində işarət dilində daha gündəlik istifadə etdiyimiz sözlərin əvəz edilirdi. Məsələn, hifz etməyi biz qorumaq kimi ifa edirdik və qorumağı bu cür göstərirdik. Məsələn, Gülüstanı gül sözü ilə birləşdirib gül kimi belə göstərirdik. Və ona görə fikirləşdim ki, artıq məqamıdır, yəni bunu hazırlamaq olar. Onda gəl biraz keçmişə nəzər salaq. Ümumiyyətlə səndə bu, yəni işarət dilinə həvəs hardan yarandı və necə oldu ki, sən qərar verdin ki, bu dili öyrənəsən? Düzün deyim, mən heç vaxt fikirləşməzdim ki, mən işarət dilini öyrənmək istəyirəm, mənim ona marağım var, hətta mənim belə qabiliyyətim var, onu da bilməzdim. Bilmirəm, fikir verirsiniz, yoxsa mən onsuz adi, yəni danışanda da jestlərdən istifadə edirəm. Mən də universitetdə də məni, yəni dərs danışanda ən birinci, o bir uşaqlardan fərqlənən cəhətim budur ki, mən danışmadan çox jestlərdən və əllərdən istifadə edirəm. Belə deyim, mən maraq üçün təsadüfən görmüşdüm və türklərdən görmüşdüm, türk videoların içərisində görmüşdüm. Maraqlı gəlmişdi, cəzb etmişdi. Artıq neçə müddətdir, yəni bunu tam olaraq öyrənmirsən və bilirsən? Bir il əslində məşğul oluram, amma bir ilin yarısından, yarım ildir belə desək. Çünki mən birinci türk jestikası ilə başlamışdım. Özümüzə aid heç bir şey əlimdə yox idi. Nə vəsait, nə video, nə layihə, heç nə yox idi. Və özümün də çox belə əlaqələrim olmadığına görə bilmirdim ki, hardan necə tapım. Türklər amma asan idi, yəni YouTubedan yazan kimi çıxırdı. Mən ona görə türk jestikasından başladım və sosial şəbəkədə artıq öz videolarımı paylaşandan sonra öz dilimizi bilənlər mənə yazmağa başladılar ki, maraqlıdır. Hətta mənim belə bir problem yaranmışdı ki, deyirdilər, yaxşı iş görürsünüz, belə elə, amma hərəkətləri səhv edirsiniz. Mən onda bildim ki, bizim dilimizdən türk jestikası tamam ayrıdır. Sonra mənə bir məktəbdə, yəni əngəlli uşaqların təhsil aldığı məktəbdən bir müəllimə yazdı, özü dəvət elədi. Mən ondan görüşdüm və o mənə bir vəsait verdi, hansı ki, həmin uşaqlar üçün hazırlanmış bir vəsait, Danışan Əllər adlı bir kitab idi. O kitabda belə desə, bizim əlifba kitabımız kimi idi. Hərflərdir, ilk rəqəmlər, heyvanlar, belə sadə sözlər idi və həmin uşaqların çəkilişlərindən istifadə olmuşdu. Həmin o məktəbdə təhsil edən uşaqların çəkilişlərindən istifadə olmuşdu. Mən onu öyrəndim birinci, sadə sözlər. Sonra artıq vaxt keçdikcə daha da çox insanlar mənə yazmağa başladı. Mənim həmişə dediyim bir söz var ki, mənim üçün bu dili öyrənməsini kömək edən əsas həmin məktəb, bir də ki, bir cütlük var, o kömək olmuşdu. Mən nişanlı bir cütlük idi. Kənan və Solmaz adlanan həmin cütlük. Kənan əngəllidir, yəni danışma və eşitmə əngəllidir, amma Solmaz yəni normal. Onlar nişanlıdırlar və onlar da mənə yazmışdılar. Mən onlarla tanış olmuşdum, görüşmüşdüm, indi də görüşürəm və Kənanın Solmaza hədiyyə etdiyi bir kitab var, jest dili kitabı, hansı ki, düzdür, bizim müəllimlərimiz tərəfindən tərtib edilmişdi, amma təəssüf olsun ki, satışda çox yox, bir nüsxəsi qalmışdı və onu Kənan Solmaza hədiyyə eləmişdi ki, onların arasındakı münasibət daha rahat olsun və onlar da mənə hədiyyə eləmişlər öyrənənə qədər ki, yəni nə öyrənmək istəyirsən, bu kitabdan istifadə edə bilərsən. Belə-belə mən artıq öz dilimizi demək olar ki, öyrəndim və 2-3 nəfər də olsa belə insanla tanış olduğuma görə daha rahat olurdu. Mən istəyərdim ki, gəl həmin layihəni təqdim edək, yəni video çarxı izləyicilərimizə təqdim edək, izləsinlər ki, bilməyənlər də məlumatlansınlar, görmüş olsunlar. İzləyə, sonra davam edək.
video çarxımızı da izlədik və orada bir sıra gənclər iştirak edirlər. Bu gəncləri necə ətrafına yığmısan? Belə bir şey deyim ki, mən əslində bu işi tək görməmişəm və tək görmək belə deyim, imkanım da yox idi. Əlbəttə ki, mənə dəstək olacaq biriləri lazım idi və Azərbaycan Gənclər Klubu adlı bir klub var ki, mən ora bu layihə ilə getdim və onlar məni çox yaxşı qarşıladılar. Heç demək olar ki, biz birimizi tanımırdıq, yəni kimisə əlinə deyil, özüm getmişdim, müraciət eləmişdim və sağ olsun o klub nəzdində xeyriyyə departamenti var ki, ayrı-ayrı yəni departamentlər fəaliyyət göstərir və onlardan biri də xeyriyyə departamenti idi ki, onlar mənə kömək oldular və videonun əvvəlində də var AGK, onların sayəsində mən bunu həyata keçirə bildim və daha sonra öz səhifəmdə, yəni himnlə bağlı məlumatı paylaşanı dedim ki, kim könüllü olaraq iştirak etmək istəyirsə, buyursun, mənə yazsın və həddini, əslində düzün deyim, həddindən artıq çox adam yazmışdı. Sadəcə orada limit var, yəni hər adam, çox adamı da ora qəbul etməkdə həm yerləşdirmə, həm də ki, mənasız olur. Çünki sözləri nə qədər az eləsin, mənası itir. Ona görə, yəni 20-yə yaxın nəfər idi ki, onları qəbul elədim, bir-bir videolarını çəkdim, özlərinə göndərdim, həm səssiz göndərdim, həm mahnı ilə göndərdim ki, ritmi tuta bilsinlər. Sağ olsun, onlar da məni qırmadılar, gəldilər və öyrətdiyim hər bir şeyi düzgün yerinə yetirdilər. Onu da əldə etdiyimə görə sevinirəm. Nə gözəl. Təşəkkür edirəm mən sənə gəldiyinə görə. Həqiqətən çox xoş oldu. Çox super bir layihə həyata keçirmisən və mən istəyirəm ki, son olaraq səninlə xatirə fotosu çəkdirək. Burada yadigar olaraq qalsın. Dostlar, növbəti qonaqlarımsa aktiv gənclərdir. Onlar layihələrini təklif etdilər, uğur qazandılar və bugün Maqdadılar. Gəlin onları və layihələrini daha yaxından tanıyaq. Buyurun gənclər, xoş gəlmisiniz. Gənclər, xoş gördük studiyamızda sizi. Çox maraqlı bir layihə həyata keçirmişsiniz. Mən gələcəyin diplomatıyam adlanır. Adından da göründüyü kimi, yəni ciddi və rəsmi bir layihəyə bənzəyir. İstəyərim ki, elə bu haqda danışaq. Layihə rəhbəri kimi Əli, istəyərim ki, ilk olaraq sən məlumat verəsən. Buyur. Çox sağ olun dəvətə görə, təşəkkür edirəm. Mən gələcəyin diplomatiyam layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən bir layihədir. Layihə Azərbaycan Respublikasında Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan gənc diplomat auditoriyası üçün nəzərdə tutulmuş bir layihədir. Layihənin həyata keçirilməsində əsas məqsəd Bakı şəhərinin ali təhsil müəssisələrində təhsil alan tələbə diplomatları bir araya toplamaq, onlar üçün seminarlar təşkil etmək, təcrübə bir məkan yaratmaqdır. Layihə çərçivəsində biz Bakı şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində olmuşuq. Bu ali təhsil müəssisələri içərisində Azərbaycan Dillər Universitetinin tələbələri, Bakı Slavyan Universitetinin tələbələri, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ilə müxtəlif mövzular ətrafında, beynəlxalq münasibətlərdə aktual olan məsələlər ətrafında fikir mübadilələri aparmışıq. Təbii ki, bizim layihəmizin üstünlüklərindən biri bundan ibarətdir ki, bu sırf olaraq tələbə auditoriyası üçün nəzərdə tutulmuş bir layihədir və ali təhsil müəssisələrinin regionşünaslıq və beynəlxalq münasibətlər ixtisaslarında təhsil alan tələbələr layihəmizdə olduqca aktiv şəkildə iştirak edəcəklər. Layihənin birinci mərhələsi əsasən 4 ay davam etdi layihə, 4 ay müddətində davam etdi. Birinci mərhələsində biz layihə çərçivəsində hazırlıq işlərini gördük. Yəni hazırlıq işləri nədən ibarət idi? Biz layihədə banner çap elədik. Bannerdə 1918-ci ilə, yəni Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dönəmindən günümüzə qədər olan Azərbaycanın xarici siyasətinə rəhbərlik etmiş xarici işlər nazirlərinin adı, onların fəaliyyət dövrü, gördüyü işlər həkk olunmuşdur və eyni zamanda diplomatiya ilə bağlı xüsusi loqo da bannerin üzərində çap olunmuşdur. Digər mərhələ isə layihə çərçivəsində biz əsasən artıq seminarların təşkili ilə bağlı idi. Bayaq qeyd etdiyim kimi bir sıra universitetdə olduğu seminarlar çərçivəsində seminarlarda təşkil etdiyimiz zaman gənclər bir sıra yeni təkliflərlə çıxış etmişdilər və onlar maraqlanırdılar ki, biz özümüz necə edə bilərik ki, layihə təqdim edə bilərik, qeyri-hökumət təşkilatımız olmadan hansı formada bizə kömək edə bilərsiniz, istiqamət göstərə bilərsiniz layihələrimizi təqdim edə. Təbii ki, bu prosedur qaydaları haqqında da onlara məlumat verilmişdir. Layihənin 3-cü mərhələsi isə əsasən olimpiada mərhələsi idi. Biz gənclər arasında olimpiada təşkil etdik. Sırf olaraq beynəlxalq münasibətlərdə aktual olan məsələlərə dair suallar hazırladıq və bildiyiniz olimpiadalardan fərqli olaraq bizim təşkil etdiyimiz olimpiada fərdi olimpiada idi. Yəni komandalar şəklində deyil, gənclər beynəlxalq münasibətlərdə onlara təqdim olan sualları fərdi şəkildə, individual formada cavablandırırdılar və layihədə iştirak etməklə
müvafiq yerlərə layiq görülürdülər. Bu baxımdan burada gördüyünüz gənclər ki var, bunlar hər bir layihədə aktiv iştirak edən gənclərdir. Kimi seminar mərhələsində layihənin, kimi olimpiada mərhələsində, kimi də digər prosedur qaydalarında bizə yaxından kömək edir. Elə istərdim ki, həmin gənclərlə söhbətimə başlayım. Başlayaq elə Könül səndən. Könül, hansı mərhələdə iştirak etdin, təəssüratların necədir, nələr öyrənə bildin bu təlimlər çərçivəsində? İlk olaraq bu layihə haqqında mən sosial şəbəkələrdə məlumat aldım və qeydiyyatdan keçdim. Qeydiyyat prosesindən keçərək bu layihənin bir üzvü olmağa çox sevindim. Seminar mərhələlərində iştirak edərək həm ixtisas yönümlü olduğu üçün müəyyən təcrübələr qazandım. Beynəlxalq münasibətlərdən siyasətə bəzi məqamları öyrənmiş olaraq mən demək olar ki, bu sahədə müəyyən təcrübələr qazanmış oldum və bu layihənin bir üzvü olmaqdan, bu layihə haqqında müəyyən məlumatlar topladığım üçün ətrafımda olan dostlarıma, tanışlarıma bu layihənin müəyyən perspektiv üstünlüklərindən söhbət açmış oldum. Aha, sən öz ixtisasın hansıdır? Mənim öz ixtisasım politologiya ixtisası, siyasət. Aha, bəs sırf məsələn hansı tərəflərini inkişaf etdirdi məsələn bu layihə? Siyasətə, beynəlxalq münasibətlərə, regionşünaslığa dair öz məlumat və biliklərimi genişləndirdim. Çox gözəl. Tural, mən istərdim ki, söhbətimi səninlə davam etdirim. Sən hansı mərhələdə iştirak etdin, hansı təlimlərdə iştirak etdin və nələr öyrəndin, nələr qazandın özün üçün? Beynəlxalq təşkilatlar haqqında müəyyən siyasi liderlər haqqında ətraflı məlumatlar öyrəndim və bir çox özüm üçün maraqlı olan biliklər topladım. Aha, Orxan, sənin də iştirakın var idi bu layihə çərçivəsində. Yəqin ki, sən də özün üçün lazım olan müəyyən məlumatları əldə etdin. Bəs hansı məqamlar daha çox sənin diqqətini çəkdi və səncə yəni düşünürsən ki, bu tərəfləri daha çox inkişaf etdirmək lazımdır? Əvvəla təşəkkürümü bildirirəm. Öz ixtisasım kulturologiya olduğu üçün, həm də ki, diplomatiya marağım olduğu üçün mən də bu layihədə iştirak etməyi çox sevindim ki, iştirak qatıla bildim. Gənclər Fondunun rəsmi saytından mən bu məlumatı əldə etdim və bizim universitetdə olacağını çox sevindim. Və bizim universitetdə təşkil olunduqda ən çox yadda qalan isə diplomatik görüşlər zamanı insanların geyimləri, yəni diplomatların geyimləri, onların etik davranışları bu kimi şeylər daha çox yadda qaldı və xoşuma gələn hissələrdən biri oldu. Gənclər, biz sizinlə söhbətimizə davam edəcəyik, amma sırada bizim sujetimiz var. Max Əbinər çox maraqlı bir sujet hazırlayıb, gəlin izləyək və məlumatlanaq. Musiqi insanların universal dilidir. Musiqi göylə torpaq arasında bir ahəngdir. Musiqi hissin uğultusudur. Səsləri notlara, notları isə musiqiyə çevirənlər bəstəkarlardır. Azərbaycanda ilk muğam operasının, ilk klassik operanın, ilk musiqili komediyanın banisi Üzeyir Hacıbəylidir. Üzeyir bəy İlk dəfə Azərbaycan klassik professional musiqisinin əsasını qoymuşdur. Çünki biz professional musiqi deyiriksə, ilk növbədə Üzeyir bəyi düşünürük. Üzeyir bəy Azərbaycan musiqisi sahəsində çox böyük işlər görmüşdür. Üzeyir Hacıbəyli, Ər və Arvad. Mənə bir söylə görüm, Kəblə Qubat, Kəblə Qubat, neçə dənə arvadım var, ay, neçə dənə arvadım var. Tez söylə görüm, bir dağına, hak birçə dana, bir dağına. O olmasın, bu olsun. Arşın Malalan kimi musiqili komediyaların müəllifidir. Dahi bəstəkar sadəcə musiqimizə deyil, eyni zamanda Azərbaycan Dövlət Konservatoriyasında direktor olduğu müddətdə bu təhsil ocağına da öz töhfəsini verib. Dahi Üzeyir bəy bizim həmin o vaxtki texnikumda 1922-26-cı illərdə, ikinci dəfə isə 1939-41-ci illərdə direktor vəzifəsində işləmişdi. Və Üzeyir bəyin direktor olduğu dövrə qədər burada ancaq klassik musiqi, fortepiano, skripka, nəfəsli alətlər var idisə, Üzeyir bəy bu təhsil ocağına xalq çalğı alətlərini gətirdi. Üzeyir Hacıbəylinin fortepianosu Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin tələbələrinə verilən ən gözəl hədiyyədir. Həmişə biz onları tələbələr bir eksponat kimi göstəririk ki, bu Üzeyir bəyin Asasenalı bağışladığı, yayınladığı.
Unudulmaz və əvəzolunmaz bəstəkar 1948-ci il 22 noyabrda Bakı şəhərində vəfat edib. Üzeyir Hacıbəyli özü aramızda olmasa da, onun musiqiləri, yazıb yaratdığı əsərləri hər zaman yaddaşımızda yaşayacaq. Rəhmeylə dedim, sel kimi göz yaşımı töktüm, gəl qanım ilə oynama həyafəti dövran. Sujetimizi izlədiyimizə görə artıq mən qonaqlarımla söhbətinə davam edə bilərəm. Əli, artıq layihə yekunlaşıb yoxsa davam edir? Layihə artıq bir həftəyə yaxındır ki, yekunlaşır. Layihənin həyata keçirdiyi müddət ərzində bayaq qeyd etdiyim kimi bizim təşkil etdiyimiz seminarlar ki vardır. Onlar sırf beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi mövcud olan universitetlərdə keçirildi. Layihənin ərsəyə gəlməsində isə mən onun barədə qeyd etmək istəyirdim ki, layihənin mən gələcəyin diplomatiyam adlandırılması təsadüfi deyildi. Layihə sırf diplomat auditoriyasının hesablandığı üçün həmin gənclərin diplomatiya masası ətrafında toplanılması, onlarda praktik vərdişlərin aşılanması, eyni zamanda həmin gənclərin bu sahədə sərbəst formada fikirlərini azad şəkildə bildirmələri üçün nəzərdə tutulmuşdur. Bəs ümumilikdə neçə nəfər gənci əhatə elə bildi, yəni bu layihə? Bizim təşkil etdiyimiz layihə bütün universitetləri, o cümlədən də olimpiyadada iştirak edən gəncləri nəzərə alsaq 300 nəfərə yaxın gənci əhatə etdi. Mən stolun üstündə kitab görürəm. İstəyərdim ki, bu kitabça haqqında məlumatlar verək. Ümumiyyətlə, nədən bəhs olunur kitab, kim tərəfindən dərc olunub, nə məqsədi var? Gördüyünüz bu kitab Mən gələcəyin diplomatiyam kitabı adlanır. Kitab bayaq qeyd etdiyim kimi ali təhsil müəssisələrində təhsil alan diplomat tələbələr üçün məqalələrindən ibarət bir kitabdır. Burada gördüyünüz kitabın içindəki məqalələr sırf olaraq beynəlxalq münasibətlərə dair araşdırmalardır. Yəni burada rast gələn məlumatlar ki var, heç bir mənbədə bu yoxdur. Sadəcə olaraq diplomatların beynəlxalq münasibətlər sisteminə, beynəlxalq münasibətlərə cərəyan edən aktual məsələlərə dair öz baxışlarından ibarət olan bir topludur. Yəni satışa çıxarılmıyor bu kitablar. Sadəcə olaraq iştirakçı gənclər arasında paylanıbdır. Tural, istərdinmi ki, bu layihənin davamı gəlsin və iştirak etməyən digər gənclər də qoşulsunlar və öyrənə bilsinlər? Səncə bu layihə, yəni iştirak etməyən gənclər üçün buradan bir mesaj da ötürək də, hansı üstünlükləri verə bilər ki, yəni gələcəkdə yenidən bu layihə həyata keçiriləndə onlar da qatılsınlar və bilsinlər ki, nələr əldə edə biləcəklər? Bəli, bu kitabı mən də oxumuşam. O kitabda bizim gündəlik internetdə axtarıb tapmadığımız, çox çətinliklə tapdığımız məlumatlar qeyd olunub. Həmin o gənclər də bu layihə yenidən təkrar keçirilsə, həmin o bilikləri, bilmədiklərini öyrənə bilərlər daha ətraflı şəkildə. Çünki orada təlimçilər də iştirak edir, təlimçilər də əlavə məlumatlar bu barədə verə bilərlər. Orxan, sənin gələcək hədəfin diplomat olmaqdır, yoxsa? Bəli. Diplomat olmaqdır. Bu yöndə də bu layihənin çox böyük köməyi oldu. Yeni informasiyalar əldə etməyimə və s. kimi. Layihənin davamı gözlənilirmi? Heç danışmısınız? Təbii ki, biz layihə çərçivəsində bir çox universitetlərdə olmuşuq və fikrimiz var ki, artıq bundan sonra da layihəni praktik olaraq davam etdirək bir çox universitetlərdə. Çünki mən bayaq qeyd etdiyim kimi, layihənin bitməyinə baxmayaraq, mən öz Facebook səhifəmdə yerləşdirmişəm ki, filan layihə keçirilmişdir, mən gələcəyin diplomatiyam layihəsi keçirilmişdir, layihəyə maraq olduqca yüksək olmuşdur və görürəm ki, mənim şəxsi mesaj qutuma gələn mesajların sayı həddən artıq çoxdur, o gənclər burada iştirak etmək istəyirlər. Mən də bundan belə deyim, bir layihə rəhbəri kimi həvəslənib, bundan sonra da layihənin icra müddətini istəyirəm ki, bir qədər özüm uzadım və davam etdim layihəni. Praktik olaraq müxtəlif universitetlərdə pilot layihə formasında davam etdirəm. Aha, nə gözəl. Təşəkkür edirəm mən gəldiyinizə görə. Sizə bol şans arzu edirəm. Yəni ümid edirəm ki, gələcəyin uğurlu diplomatları siyasətində siz də əlavə olunarsınız. Və bugünlük də efirimizi beləcə yekunlaşdırırıq dostlar. Mən üzərindəki geyimlərə görə Rodrigo'ya təşəkkür etmək istəyirəm. Siz də orada gedib öz zövqünüzə uyğun gözəl geyimlər əldə edə bilərsiniz. Və aktiv olmağı da unutmursunuz. Sosial şəbəkələrdən bizə özünüz və dostlarınız haqqında məlumat yazıb göndərin ki, bizim studiyamızın qonağı ola biləsiniz. Bugünlük isə bu qədər. Görüşərik.